Okey. Hər vaxtınız xeyirli olsun, dəyərli, gözəl həmvətənlər. Bu günləri sizlə maraqlı bir mövzu haqqında söhbət eləyəcəyik. Yenə tərcüməçilik ilə əlaqəli bir şeydir. Bilmirəm, fikir veribsiz, yoxsa fikir verməyibsiz. Tərcümə elədiyim şəxslərlə həmişə aramda müəyyən bir məsafə saxlayıram. Heç bir zaman o sərhəddi keçib o adamlarla tutaq ki, dost olmuram, gedib çay içmirəm, nə bilim, mən nəsə təklif eləyirlərsə onu eləmirəm. Tutaq ki, çıxaq bir kofe içək, çıxaq bir söhbət eləyək və s. olur da, elə şeylər olur. Heç bir zaman eləmirəm və adamda da belə bir fikir ortaya çıxarda bilər ki, bu adam özünü bizdən üstünmü görür, yoxsa bu adam asosial bir şəxsdirmi? Görəsən bu heç bir kənara çıxmırmı, öz həmvətənlərini mi çox istəmir? Niyə görə bu adam belə eləyir? Niyə görə bu tipli sərhəddi özü ilə saxlayır, digərləri ilə saxlayır? Bunun mən sizə izahını vermək istəyirəm. Siz bilirsiniz ki, mən andlı tərcüməçiyəm. Andlı tərcüməçi o deməkdir ki, mənim adım bu hansısa bir məhkəmənin siyahısındadır. Hansısa bir məhkəmənin siyahısındadır. Və bu da o deməkdir ki, gələcəkdə tutaq ki, hansısa bir həmvətənimizə və yaxud da hansısa türk dilini, mən iki dildə tərcüməçiyəm, türk və Azərbaycan dilində, hansısa türk dilində olan bir, türk dili olan bir şəxs və yaxud da Azərbaycan dili olan bir şəxs ya tutulsa, ya nə bilim, inzibati hər hansı bir işi olsa və orada o şey mənə tərcüməyə çağırsalar, mən orada görsəm ki, bu adamı tanıyıram, mənim üçün məcburidir ki, mən deyim ki, qardaş, mən bu adamı tanıdığım üçün mən bu adamın tərcüməsini götürə bilmərəm. Belə bir şey var. Və mən açığı öz tərcüməmə güvənirəm. Bilirəm ki, öz üzərimdə çox işləyirəm. Mümkün qədər işləyirəm, çalışıram ki, inkişaf eləyim. Həm türk dilində, həm Azərbaycan dilində, həm də fransız dilində. Çox böyük bir egosuzluğa sahibəm. Yəni, bu deməkdir ki, bilmədiyim hər sözü götürürəm, yazıram, öyrənirəm. Elə adamlar var ki, çox bilmişlər, hər şeyi bilirlər və hər şeyi bildiklərini deyirlər. Mən amma tam əksiyəm. Mən deyirəm ki, mən heç bir şey bilmirəm, çox az bilirəm və öyrənirəm. Bu da mükəmməl bir şeydir məncə. Dayanmadan öyrənirəm. Yəni, mən əgər həmin o adamla, türklər demişkən, içli dışlı olsam, məni məhkəməyə çağıranda ki, qardaş, bunun üçün tərcüməçilik elə, mən məcburam ki, oradakı katibə deyim ki, qardaş, bu adam mən tanıdığım üçün bunun mən tərcüməsini götürə bilmərəm. Bu da əlavə problemlər yaradır da. Gərək təzədən axtaralar, başqa tərcüməçi tapalar. Ola bilər ki, tərcüməçi başqa şəhərdə ola, oradan tutub gətirələr. Yəni, konsert də bildiyiniz. Yəni, bunun özü adam üçün də pisdir, mən üçün də pisdir, şey üçün də, Ədliyyə Nazirliyi üçün də pisdir. Ona görə də mən hamı ilə əlbəttə ki, xoş dillə danışıram. Mənə müraciət edən şəxslərin hamısına baş üstə qadanalımla və bu mənə içimdən gəlir. Yəni, mən özüm məcbur eləyib eləmirəm bunu. Yəni, məcbur eləyim ki, qoy xoşlarına gəlim. Qoy mən tutaq ki, əlavə pul versinlər. Onun üçün eləmirəm qətiyyən. Sadəcə olaraq mənim daxilimdə belə bir şey vardı. İndi videolardan da zaten görürsünüz. Heç kimi aşağılamıram. Heç kimə, nə bilim, yuxarıdan aşağı baxmıram. Qadanalımla, baş üstə ilə götürürəm. Tərcümələri eləyirəm. Ondan sonra da münasibəti kəsirəm. Adamın adı, soyadı yadımdan çıxır da. Yəni, bildiniz necə? Onu demək istəyirəm. Gələcəkdə də tutaq ki, o məndən əlaqə saxlamaq istəsə, gələcəkdə də həmin şəxs məndən, nə bilim, yaxın olmaq istəsə, dost olmaq istəsə və s. Həmin o sərhəddi mən qoyduğum üçün və daimi olaraq sərhəddi davrandığım üçün bu heç bir zaman baş vermir. Və bu da hamı üçün müsbətdir. Yəni, bunun əsas səbəbi budur. Yeni olan tərcüməçilərə də bu məsləhəti verirəm. Mümkün qədər çalışın, sərhəddinizi qoruyun, xüsusilə tərcüməçiliyini elədiyiniz şəxslərlə və həmin bu sərhəddi qorumaq sizin üçün müsbətdir. Başqa nə deyəcəkdim? Bu qədər. İndi Fransada mən əlbəttə ki, Azərbaycanlı, türk, belə münasibətdə olduğum şəxslər var əlbəttə ki. Strasburqda yaşayanlar var.
Nantda yaşayanları var. 2 dənə, 3 dənə də belə deyim. 2 dənə, 3 dənə maksimum. Hə, yəni ondan başqa mənim belə əlaqədə olduğum, yaxınlıq elədiyim, dost olduğum adam yoxdur. Və bu da mənim işimlə əlaqəlidir. Yəni bunu heç kim şəxsi qəbul eləməsin. Mən tərcüməmi əlimdən gələn qədər yaxşı eləməyə çalışıram. Tərcüməni elədikdən sonra insanlara bu xidmətdir də, mən bu xidməti verirəm insanlara. Bu xidmətimi verdikdən sonra münasibət bitir, sərhədimi qoruyuram. Heç kimdən o sərhəddi keçmirəm və bu da əlbəttə ki, hamı üçün müsbətdir. Və gələcəkdə də həmin o tərcüməsini elədiyim şəxslər yenə mənə müraciət eləsələr, onlara yenə türklər demişkən, iç ferahlığı ilə, yəni rahat bir şəkildə onların tərcümələrini götürə bilərəm. Çünki o adamları mən tanımıram. Hətta məni məhkəməyə çağırsalar da məhkəmədə də gedib rahat tərcümələrini eləyə bilərəm. Bir dəfə yadıma gəlir, deməyəcəm hansı şəhərdir, yəqin ki videoma baxırlar. Qonşu bir şəhərə çağırıblar məni. Orada elə məhkəmədə tərcüməçi eləyəcəm də, bir duruşmadır. Getmişəm, oradakı Azərbaycanlı belə istəyir ki, mənə qarşı məhkəmədən öncə də kənardayıq, oturmuşuq, başlayıb elə münasibət qurmağa çalışır. İndi sifətimdən başa düşdü də Azərbaycanlı olduğumu. Danışmağa çalışır, atnaşeniya qurmağa çalışır, nömrəmi istəməyə çalışır. Və belə şeylər olur. Mən də təbii ki, yəni utanmadan məsafəni saxlayıram. Nömrəmi istəyəndə deyirəm ki, nömrəmi internetdən tapa bilərsiniz. Mən verə bilmərəm, internetdən axtarıb tapa bilərsiniz. Ondan sonra harda yaşayırsan, harda yaşadığımı və s. demirəm. Yəni qısacası mümkün qədər, bacardığım qədər bu sərhədi saxlayıram. Bu sərhədin saxlanılması da əlbəttə hamı üçün müsbətdir. Mən keyfiyyətli xidmət göstərdiyimi düşünürəm. Keyfiyyətli xidmətdən də yararlanmaq üçün insanların məndən atnaşeniyasının olmaması lazımdır. İnsanlar məndən bizdə qəşəng bir söz var. Cici bacı deyirlər, nə deyirlər? Tam xatırlamadım. İnsanlar yəni məndən yaxın olmamalıdırlar. Bir insan ki, məndən çox yaxındır, məhkəmədə əgər mənə çağırsalar, mən deyəcəm ki, yox, mən bu adamı tanıdığım üçün bunun tərcüməsini götürə bilmirəm. O adam da keyfiyyətli tərcümədən məhrum qalmış olur. İndi burada İrandan gəlmiş İran Azərbaycanlıları və s. var. Onların dili tam fərqlidir. Onların dili tam fərqli olduğu üçün eşitdiyimə görə, mən özüm bilmirəm, eşitdiyimə görə onların tərcümələri o qədər keyfiyyətli olmur. Yəni, onun üçün də öz millətimizi bu keyfiyyətli tərcümədən məhrum da eləmək lazım deyil. Onun üçün də mümkün qədər siz də məsafənizi qoruyun və bilin ki, həmin bu məsafəni qorumaq sizin üçün də, mənim üçün də, Ədliyyə Nazirliyi üçün də müsbətdir. Videolarımızın ardı gələcəkdir əlbəttə ki. Özünüzə yaxşı baxın, sağlıcaqla qalın. Saygılar, hörmətlər, sağ olun.